Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 5 şəhid dəfn olunub. İtkin şəhidlərin hamısı hərbçidir. Birinci Qarabağ müharibəsi şəhidi Çingiz Hüseynov 26 fevral 1992-ci ildə Xocalıda itkin düşüb. 33 il sonra şəhidin nəşinin qalıqları müəyyən edilib və bugün vida mərasimindən sonra şəhid Xocalı şəhər şəhidlər xiyabanında dəfn olunub. 33 ildən sonra nəhayət ki tapıldı. Bugün onu dəfn elədik. Mən qardaşımla qürur duyuram. Eyni döyüşlərdə itkin düşən daha bir şəhid Səfər Qəmbərovun da nəşinin qalıqları müəyyən edilərək ailəsinə təhvil verilib. Şəhid bugün Xocalı şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb. Xocalıda 8 ailə tamamilə məhv olmuşdu. Onlardan biri də məhz əmmin ailəsidir. 33 ildən sonra inanmazdıq ki, yəni belə bir şey olsun. Birinci Qarabağ müharibəsi şəhidi 1994-cü il 12 yanvarda Füzuli rayonu Aşağı Seyid Əhmədli kəndində itkin düşən Elçin Heydərovun da meyidinin qalıqları bugün İmişli rayonuna gətirilib. O rayonun Ağaməmmədli kənd qəbristanlığında dəfn edilib. Ateş! Daha bir şəhid 26 fevral 1992-ci ildə Xocalıda gedən döyüşlər zamanı itkin düşən Mikail Əliyevin nəşinin qalıqları da 33 il sonra müəyyənləşdirilərək ailəsinə təhvil verilib. Qarabağda müharibəyə gedəndə anası bütün analar kimi getmə ay Mikail, qorxuludur, hadisələr baş verər. Onun bir dənə sözü həmişə anası deyir ki, bəs sən getmə, mən getməyim, kim getsin? Bu söz həmişə işlədirdi. Teymur Allahverdiyev isə mayın 8-də 1992-ci ildə Şuşada itkin düşüb. Bugün nəşinin qalıqları doğulduğu Neftçala rayonuna gətirilərək Qaçaq kənd qəbristanlığında dəfn edilib. Döyüşdüyü yerdə BTR-in içində vurublar. Axıra qədər də elə səs gəlirmiş rasiya ilə. Elə həmin yerdə də tapılıb, həmin yerdə də dəfn olunub. İtirəndə çox ağır idi. Sonra da 33 il boyunca itkin deyib, məzarsız şəhid deyib, qəbul eləməsək də, eləsək də gözləmək çox ağırdı. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən 16 şəhid 28, 29, 30, 31 oktyabr tarixlərində Bakı və regionlarda dəfn olunub. Günəş Rızayeva, Diana Cəlali, Emin Babayev, Yaqub Mehdoğlu, Spice xəbər.